Və ümumiyyətlə bunu demək istəyirəm ki, insan həyatı əslində onun verdiyi qərarların nəticəsidir. Doğrudan da. Yəni insanın yaşadığı həyat onun verdiyi qərarların bir nəticəsidir. Yəni insan həmişə deyə bilər ki, ay başıma bu niyə gəldi, başıma o əslində imtahandır. İmtahandan da əlavə bu zəmini, o hər pisliyi, Allahım niyə belə oldu, Allahım niyə oldu, üzrsən, əstəğfurullah, Allahın üstünə də atmaq doğru deyil, doğru deyil. Çünki bəlkə də sənin xəbərin olmasa belə o şəraiti sən yaratmısan. O şəraiti sən yaratmısan ki, başından keçib bu. Belə bir şey var. Yəni o sənin yaşadığın əslində sənin xəbərin olmadan sənin verdiyin qərarların nəticəsində başına bu iş gəlir. Ona görə hər addımı doğru və dürüst şəkildə, yəni yaradıcı düşüncə təfəkkürünə uyğun olaraq atmaq lazımdır ki, bəlalardan maksimum şəkildə azad olasan. Demirəm, həmişə bəlasız yaşayacaq. Xeyr, mənim demək istədiyim bu deyil. Özünüz bilirsiniz nə demək istəyirəm. İmtahanlar həmişə olur, sınağa çəkilirsən. Allah səni sınayır, köməyə gecikdirir ki, baxasan, sən nə edirsən? Bu öz yerində. Amma bəzən həyatdakı olan o imtahanlar da bizim səhvlərimizin nəticəsində olur. İndi belə bir şey də var. Bu səhvlərdən də dərs çıxarıb artıq qabağa addımlamaq lazımdır. Yəni o keçmişdə ilişib qalmaq lazım deyil. Niyə? Məsəl üçün deyirsiniz, ay mən bu səhvləri niyə belə elədim? Əslində bu fərqli baxış bucaqları var burada. O baxış bucağıyla baxmaq çox mühümdür, dəyərli dostlar. Ki yəni o sənin o keçmişdə etdiyin səhvləri indi dərk edirsən ki, indi yanlış etdiyini anlayırsan ki, ona görə də o səhvlərindən dərs alıb belə üzrsən, Loridə desə başına döyürsən ki, niyə mən bu səhvi elədim? Dəyərli dost, əzizim, sən bunu dərk etdiyinə görə deməli ağıllanmısan. Biri var ki, ümumiyyətlə ağıllanmayasan, ki o keçmişdə etdiyin səhvlərdən dərs almayıb yenə də davam edirsən, bu başqa mərhələ. Amma biri də var ki, o səhvləri dərk edirsən, amma yenə keçmişdə ilişib qalırsan, bu doğru deyil. Bu doğru deyil. Çünki sən demək ki, o keçmişdə etdiyin səhvləri anlamısan ki, səhv edibsən, demək artıq burada bir şuurlu bir proses gedib, şuurlu bir təfəkkür prosesi gedib. Buradakı sıra sən sevinib önünə baxmalısan, qabağa addımlamalısan və indini yaşamalısan. Doğru şəkildə. Demək istədiyim budur mənim. Yəni hər gün, hər an insan seçimlə qarşı-qarşıya olur. Hər an seçim edir. Və bu seçimlər də tədricən onun yaşam formasını müəyyən edir. Onun yaşayış formasını müəyyən edir. Və bu baxımdan da insan həyatı təsadüflərdən deyil, onun qərarlarının və seçimlərinin məhsuludur əslində. Onun qərar və seçimlərinin nəticəsində yaranır. Demək istəyirəm və burada da ağlın ən mühüm funksiyalarından biri də doğru qərar verməkdir.